Qaraciyəri təmizləyən eşşək qanqalının 5 faydası. Sizə möcüzəvi faydaları olan bitkidən bəhs edəcəyik. Bəlkə də adını ilk dəfədir eşidirsiniz. Bu bitki Azərbaycanda da çöllərdə, yol kənarında rast gəlinən eşşək qanqalıdır. Eşşək qanqalı nədir, faydaları nələrdir suallarına Medsin Azın təqdim etdiyi bu videoda cavab tapacaqsınız. Eşşək qanqalı qanqal, kəngər kimi adlarla tanınır. Qanqaldan bir çox yerdə yeməklər bişirilir. Tərkibi qovrulmuş quzu əti və qanqaldan ibarət olan ləziz təam Türkiyənin Diyarbakır vilayətində sevilərək yeyilir. Min illər bundan əvvəl qanqalın adı qədim Roma tibbi elmi əsərlərində çəkilirdi. Bitki qaraciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qaraciyər xəstəlikləri zamanı istifadə edirdilər. 20-ci əsrdə qanqalın qaraciyərə olan xeyirli təsiri Münhen Farmasevtik İnstitutunda təsdiq olunub. Qanqal dünya farmasevtik sənayesində qaraciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə dərmanlar qaraciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur. Xalq təbabətində də qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolisistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi isə onun toxumlarıdır. Bu əvəzolunmaz bitki miqreni və digər baş ağrılarını müalicə edir. Qaraciyər yağlanması olanlar isə həftədə ən az 2 dəfə qanqal qəbul etməlidir. Diabet, ürək tutması, mədə və sinə ağrısı, ishal, bronxitə qarşı ən əlverişli bitkidir. Böbrəklərin fəaliyyətini təmin edir, sidik problemini önləyir. Sonda sağlamlığınıza faydalı, bilmədiyiniz məlumatlarla zəngin videolarımızın davamlı olması üçün videonu bəyənməyi, kanalımıza abunə olub bildirimləri açmağı unutmayın.